O günlər çox ağır idi. Qərar vermişdim, amma qərarımın içində tək qalmaq daha ağır imiş. Üzərimə gələn sözlər, baxışlar, suzğunluqlar bitmirdi. Bir gün özümü elə tək, elə qorunmasız hiss etdim ki, sanki dünya üstümə daralırdı. İnsan bəzən güclü görünür, amma içdən-içə sınır. Mən də sınmışdım. Və o vaxt anladım. Mən artıq öz iradəmə güvənə bilmirdim. Onu Allaha verməliydim. Bir qardaş sakitcə güdü. Nə yaşayırsansa, bu həmişə belə qalmayacaq. Güclü olmağa çalışma. Güclü olana sığın. 23-cü Zaburu oxu. Danışa bilmədim. Boğazım düyünləndi, gözlərim doldu.